bir gün küçədən Qəmbər keçərkən saxlayırlar, deyirlər ki, əlini sevirsən, deyir, bəli, əlinin aşiqiyəm. Şillə ilə vururlar üzünə, təhqir edirlər. Qəmbər başını salır aşağı, heç nə deyə bilmir. Bu hadisəni görən Salman nəql edir Əli əleyhissalama. Əli əleyhissalam deyir ki, Qəmbər nə dedi? Deyir ki, Salman deyir ki, ya Əli, dedi, bəli, mən aşiqəm Əliyə. Deyir, bunu deyəndə vurdular Qəmbəri. Deyir, Qəmbər neynədi? Salman deyir ki, Qəmbər başını aşağı saldı, çıxdı getdi. Əmirül Müminin deyir ki, Salman, halım yaxşıdır. Bağışla, mən səninlə görüşə bilmərəm. Məni bağışla. Əmirül Müminin gedir. Üstündən bir neçə gün keçir, Salman deyir, mənim ağamdan xəbər yoxdur, gedir ki, Əmirül Müminin 4 gündür qızdırmanın içində yanır. 4 gündür öz aşiqindən ötürü, öz muhibbindən ötürü 4 gündür Əmirül Müminin qızdırmadan yanır. Niyə? Çünki ona bir dənə şillə dəyib. Niyə? Çünki Əliyə xatir, onun eşqinə xatir. Atacan, vallahi biz də səni sevirik. Bugün gəlmişik sənə deyək ki, Əlican, biz səni sevirik. Bütün günahlarımızla, bədbəxtçiliyimizlə, bütün nöqsanlarımızla, amma sevirik.